Siz bilirsinizmi bu məscid niyə Bibi Heybət adlandırılır? 9-cu əsrdə Peyğəmbərin nəticələrindən olan İmam Rızanın bacısı Xanım Hökümə İrana, daha sonra isə oradan İmam Muşeyi Kazımın 3-cü nəvəsi ilə birgə Bakıya gəlir. Bakıda imkanlı şəxslərdən olan və Heybət adı ilə də tanınan Hacı Bəbir xanımın himayəsini öz öhdəsinə götürür və təhlükəsizlik üçün xanımın adını gizlədib ona Bibi və ya Heybətin bibisi deyə müraciət olunmağa başlanır. 13-cü əsrdə isə dini memarlıq abidəsi olan Bibi Heybət məscidinin tikilməsi Şirvanşah II Fərruzad İbn Aksitanın İçəri şəhər Cümə məscidinin əvvəllər fərqli memarlığa malik olduğunu bilirdinizmi? Məscid 3 dəfə tikilib və bir neçə dəfə bərpa olunub. İçəri şəhərdə yerləşən Cümə məscidi əvvəl belə görünürdü. Maraqlıdır, elə deyilmi? Məscidin indiki görünüşünü kiçik diametrli günbəz və mərkəzi hissəsində yerləşən sütunlu dördkünc ibadət zalı tamamlayır. Binanın memarlığında Şərq və Avropa motivlərindən istifadə olunub və keçmiş memarlığında təkcə minarəsi qalıb. Rəvayətə görə ilk məscid 12-ci əsrdə Atəş məbədinin yerində tikilib və memar